Salamlar, bugün biz deməli 10-cu sinif üçün qısığı 5 işləyirik və indi mətnimizə keçək. Birinci tərcümə edim, ondan sonra da suallara cavab verərəm. Так, природа и человек тесно связаны. Təbiət və insan bir-biri ilə sıx bağlıdır. Жизнь человека зависит от природы. İnsanın həyatı təbiətdən asılıdır. Люди pıtаются починить себе природу, стать ее хозяином. İnsanlar təbiəti özlərinə təbi etməyə və onun sahibi olmağa çalışırlar. Но нам нужно беречь природу, ведь это наш дом. Lakin biz təbiəti qorumalıyıq ki, çünki o bizim evimizdir. Все необходимое для человека дает природа. Чистый воздух, прозрачная вода, топливо и энергия различных видов, вкусная и здоровая пища. İnsan üçün lazım olan hər şey təbiət verir. Təmiz hava, şəffaf su, müxtəlif növ yanacaq və enerji, dadlı və sağlam qida. Человек не может пользоваться дарами природы постоянно, так как они могут очень скоро исчезнуть. Və deyir ki, insan təbiətin nemətlərindən daim istifadə edə bilməz. Çünki onlar çox tezliklə qutara bilər də, yəni yox ola bilər. Задача человека сохранить природу и примножить ее богатство. İnsanın vəzifəsi də təbiəti qorumaq və onun sərvətlərini artırmaqdır. Планета Земля – наш дом. Она единственная в своем роде, такая прекрасная и неповторимая. Yer kürəsi bizim evimizdir. O, belə deyək də, bir dənədir, belə gözəl və bənzərsizdir. Уничтожая природу, человечество в первую очередь уничтожает самого себя. Təbiəti məhv etməklə bəşəriyyət ilk növbədə özünü məhv edir. Но в последнее время люди начинают задумываться о проблемах экологии. Разрабатываются программы по защите окружающей среды, создаются законы об охране окружающей среды. Deməli, burada, lakin son zamanlar insanlar ekoloji problemlər haqqında düşünməyə başlayırlar. Ətraf mühitin mühafizəsi üzrə proqramlar hazırlanır. Ətraf mühitin mühafizəsi haqqında qanunları yaradılır. В учебных заведениях ведутся беседы на тему охраны природы. Подрастающее поколение обучаются основам охраны природы. Və tədris müəssisələrində təbiəti mühafizəsi mövzusunda söhbətlər aparılır. Böyüməkdə olan nəslə təbiəti qorumağın əsasları öyrədilir. К счастью, люди осознают свои ошибки, пытаются их исправить. Və deyir ki, xoşbəxtlikdən insanlar öz səhvlərini dərk edir və onları düzəltməyə çalışırlar. Belə. Və keçək indi birinci sualımıza. Birinci sual azıqlavti tekst, yəni mətnə ad verməliyik. Əlbəttə ki, insan və təbiət deyərək biz A variantını buradan человек и природа deyə variantını seçirik. 2-də. Укажите верную последовательность. Burada уже plan. Necə olur? Birinci hansı gəlir mətndə? Так, первое у нас будет природа, дом человека. Ondan sonra söhbət gedir все необходимое для человека. Дальше планета, Земля, дом человека. Проблемы экологии и беседы об охране природы. Deməli, bizdə onda 2-də C variantı uyğun olar da buna. 2, 3, 1, 5, 4. Правильно. Какого утверждения нет в тексте? Mətndə deyir ki, hansı deməli cümlə yoxdur da, belə deyək. Nədən söhbət getmir? Burada жизнь человека зависит от природы. Это есть. Человек постоянно может пользоваться дарами природы. Bax, B variantı belə bir cümlə orada yoxdur. Hər dəfə biz onu, deməli, sərvətləri belə deyək də, istifadə edə bilmərik ki, çünki onlar, belə deyək də, yox ola bilər, qutara bilər. Ona görə də biz qorumalıyıq. B variantı, deməli, 3-də B variantı düzdür. Дальше, 4-cü suala keçək. Так, 4-cü sualımız. 4-cü sualda на какой вопрос есть ответ в тексте? Hansı suala mətndə deyir ki, cavabı var. Так, почему природа и человек тесно связаны? Bunda yoxdur. Что дает человеку природа? Что dает человеку природа? Bax, bu suala cavab var da, yəni təmiz hava deyil, şəffaf su deyə bu şəkildə. Так, 5-də. Gəlin 5-ə baxaq. Здравствуй, Эмин. Привет, Турал, ты любишь отдыхать на природе? Deməli, 1C
Ondan sonra второй. Да, я очень люблю природу, особенно гулять в лесу. Ага. А в лесу ты собирал грибы? Diye biz A'nı seçirik. 2А. Третье. В прошлом году мы с дедушкой собирали грибы. Он показал мне съедобные и несъедобные. Интересно, ты мне можешь объяснить их разницу? Так, burada Б. Конечно, могу. Спасибо тебе. Спасибо, Турал. Я буду благодарен тебе за это. 1C, 2A, 3B, 4D. Deməli, onda D variantına uyğundur. Düzdürmü? Так, D variantına. Хорошо, dальше. Так. Aha, burada da mətn var, uşaqlar. Onu mən oxuyum və tərcümə edim həmişə kimi. Görək söhbət burada nədən gedir? Природа дарит нам много красоты, ресурсов и возможностей. Deyir ki, təbiət bizə çoxlu gözəllik, resurs və imkanlar bəxş edir. Мы можем защитить нашу природу, беречь воду и использовать ее с умом, не загрязнять реки и озера. Biz təbiətimizi qorumalı, suyu qənaətlə və ağıllı istifadə edə bilərik. Çayları və gölləri çirkləndirməyə belə deyək də bilərik. Yəni olmaz. Дальше. Мы также можем беречь электроэнергию, выключая свет, когда мы выходим из комнаты. Biz həmçində otaqdan çıxarkən işığı söndürməklə elektrik enerjisinə qənaət edə bilərik. Еще один способ защитить природу – это сажать деревья и цветы. Təbiəti qorumağın daha bir yolu ağac və çiçək əkməkdir. Растения помогают нам очищать воздух, сохранять почву и создавать уютные места для нас и животных. Təbiətə belə deyək də, bitkilər havanı təmizləməyə, torpağı qorumağa, bizim və heyvanlar üçün rahat yerlər yaratmağa kömək edir. Мы можем читать книги и смотреть фильмы о животных, растениях, чтобы лучше понимать, как все связано и как мы можем помочь себе сохранить нашу природу для будущих поколений. Və deyir ki, hər şeyin bir-biri ilə necə bağlı olduğunu və təbiəti gələcək nəsillər üçün qorumağa özümüzə necə kömək edə biləcəyimizi daha yaxşı anlamaq üçün heyvanlar və bitkilər haqqında kitablar oxumalı, filmlər izləyə bilərik məsələn. Дальше. Мы должны беречь и защищать все, что природа нам дает. И помнить, что каждый из нас может сделать мир лучше, начиная с маленьких вещей в нашей повседневной жизни. Unutmamalıyıq ki, hər birimiz gündəlik həyatımızdakı kiçik işlərdən başlayaraq dünyanı daha yaxşı edə bilərik. Və indi burada da belə deyək də, dialoq var və onu biz tamamlamalıyıq mətnə görə. Что нам дарит природа? Много красоты, ресурсов и возможностей. Что должны делать люди? Защищать и беречь природу. О чем мы должны помнить, что каждый из нас может сделать мир лучше. Так, deməli, onda davamı bizdə. Так, davamına keçək. 6-cı sualın davamı. Tak. Aha. Deməli, burada uşaqlar baxın, 6-cı biz buradan seçməliyik. Deməli, baxın, здесь каждый из нас может сделать мир лучше. Защищать природу deyə B variantını siz seçə bilərsiniz. Amma A variantı da, bura sual işarəsi qoyacağım uşaqlar. Çünki ikisi də yəni uyğun gələ bilər. Mən indi B-ni seçdim, amma A da gələ bilər. Так, дальше. Выберите неверный вопрос к предложению. Deməli, мы должны беречь и защищать все, что природа нам дает. И помнить, что каждый из нас может сделать мир лучше, начиная с маленьких вещей в нашей повседневной жизни. Так, deməli, bura deyir ki, uyğun gəlməyən sualı seçməliyik biz. Так, давайте посмотрим. Кто не может беречь и защищать все, что природа нам дает? Кто не может беречь? Yox, burada kim deyir ki, onu deməli qoruya bilmir və что прироda. Yox, uşaqlar, bax, A variantı burada уже uyğun sual deyil buna. Verə bilmərik. 8-də. Укажите предложение. Укажите предложение, в котором есть причастие без причастного оборота. Так, uşaqlar, baxın, burada deyir ki,
причастие, ama причастие olsun, amma причастный оборот olmasın da. Yəni, məsələn, причастие вообще nədir? Gəlin yadımıza saxlayaq. Yəni, belə deyək də, anası feildir, atası da kim? Sifətdir olan, onun, belə deyək, balası olur причастие. Düzdürmü? Və burada причастие özü olarsa, burada görsünüzmü nə yazılıbdır? Есть причастие. Yəni, bizdə причастие deyirsə, yəni deməli, одиночное причастие istəyir. Çünki причастный оборотda, o, belə deyək də, причастный оборотda o nə deməkdir? O deməkdir ki, причастиянın dostu var. Yəni, зависимое слово. Зависимое слово dostu varsa, это причастный оборот. Yoxdursa, это уже причастие. Gəlin indi baxaq burada. На улице осенью великолепно. Листья опадают и украшают природу. Листья опадают, это глагол, уже причастие yoxdur. Так. Дальше. Уставший папа сел на диван. Уставший папа, здесь причастие уставший. Ustavşı. Və, например, biz deyə bilərdik ki, ustavşı от работы desəydik, bəli, burada уже зависим, причастный оборот ola bilər. Amma burada уставший папа уже burada B variantında, burada просто причастие. Çünkü, məsələn, если здесь дерево, стоящее в поле, например, стоящее в поле, уже причастный оборот var. Бегущие где? По небу. Burada da причастный. Лежащий на земле. Где? На земле. Тоже оборот. Значит, bizdə B variantı burada причастие. Yəni, причастный оборот deyil. Bir də deyirəm, причастие, yəni tək olur və причастный оборot desələr, onda biz türkü məsəl bax, bu şəkildə лежащий на земле. Görsünüz mü? Лежащий sözünün на земле deyə dostu var. Зависимое слово. Бегущий по небу, например. Стоящие в поле. Görsünüz mü? Bu уже причастный оборот olacaq. Ona görə də bizə də burada yazılıb ki, причастие. Deməli, birin. Ona görə də B variantını biz burada seçirik. Дальше. 9'da. Так, 9'da. Ага. Укажите предложение, в котором нет причастного оборота, ни причастия. Burada da deyir ki, həmi причастный оборotda olmasın, həmi də причастiyədə olmasın. Hansı deməli cümlədədir? Bu şəkildə deyir. Deməli, biz də hansı cümləni tapmalıyıq ki, içində isim, sadə məsələn sifət, feil olan onları deməli. Так, с опавшими листьями лес выглядел осенью красиво. Bu уже gəlməz, потому что с опавшими, да, что сделавшими, это причастие. Так, А вариантында не будет у нас. Дальше. Бегущий ручей, тоже причастный оборот, наполненный водой. Наполнила тоже неправильно. Река, зевающая среди гор. Так, тоже. Река, извивающая. Ага, извивающая среди гор. Burada уже все. Это тоже. Вокруг нас деревья создают весеннее настроение. Bax, D variantına fikir verin, uşaqlar. Deməli, burada причастие, я причастный оборот yoxdur. Залитый солнцем лес радует. Залитый солнцем. Görsünüzmü? Burada уже var. Оборот, ona görə də bu da. Deməli, 9'da onda D variantı düzdür. Burada 8'da B variantı. 9'da D variantıdır. Дальше, 10. Укажите предложение, в котором есть деепричастие без деепричастного оборота. Deməli, burada da деепричастие. Так. Ancaq деепричастиені gəzəcək. Без деепричастного оборота. Görsən, оборот istəmirlər burada. Так. Və деепричастие, что делая, что сделав deyə bizdə belə deyək də sual verə bilərik деепричастие. Və burada indi одиночное da tək olan деепричастиені bizdən istəyirlər. Ona görə də gəlin baxaq. Деревья стояли, качаясь на ветру. Здесь качаясь.
Как? На чем? На ветру. Это оборот уже у нас. Так, а gitti. Сохраняя природу, мы сохраняем и улучшаем нашу жизнь. Сохраняя природу. Burada сохраняя, что природа, это тоже оборот. Так, начнет меняться климат, меняя географические положения объектов Земли. Так, не, тоже нет. Солнце, вставая, освещало верхушки деревьев. Burada правильно, это добавочное здесь. Вставая, да, вставая, солнце вставая. Görürsünüz mü? Burada bir dənədir onda. Вставая, одиночное, деепричастие. Оно стоит одно само по себе. Ona görə də öz-özünə burada təkdir. Dostları yoxdur deyə. Ona görə də bu adi deепричастие. Вставая, deməli D variantı. Onda D вариантыdır. Берегите природу, сохранив ее, вы обеспечите счастливую жизнь всем будущим. Так, сохранив. Это тоже оборот уже все. Так. Дальше. Şimdi 11. sualımıza geçelim. Burada da 11. sual. Так, 11'den. Укажите предложение, в котором есть деепричастный оборот. Деепричастный оборот. Сейчас посмотрим. Так, укажите, в котором есть deепричастный оборот. Deməli, biz indi burada deепричастный оборот. Deməli, deепричастие üstəgəl belə deyək də onun dostu. Река, извиваясь, текла между горами, да, так. Извиваясь. Так, извиваясь. Burada təkdir. Görürsünüz də, извиваясь. Burada tək deепричастие. Burada deепричастный оборот değil. Burada кружась. Burada da təkdir. Солнце вставая. Görürsünüz mü? Burada da təkdir o. Заходя. Burada da təkdir. Amma C'da птицы, напуганные шумом, взлетели вверх. Напуганные. Burada nəysə ola bilər ki, səhvdə ola bilər. İndi mən bura sual qoyuram. Çünki ola bilər ki, deyir ki, укажите предложение, в котором есть причастный оборот. Напуганные шумом burada причастный оборот. Bu deепричастный оборот deyil. İndi mən C variantı bu şəkildə yazıram, amma burada ola bilər ki, sualda səhvli ola. Так, ona görə də düzgün deyil. Хорошо. 12. В каком предложении есть слово, отвечающее на вопрос «когда»? Ne vaxt deyiriksə, когда? Утром. Səhər. Утром ребята отправились к речке. Дальше. 13'te. 13'te. Так. Sual belədir. В каком предложении есть слово, отвечающее на вопрос «куда»? Hara? Куда deyiriksə, biz necə deyə biləm? Məsələn, куда? Мы пошли куда? Например. Əlbəttə ki, biz deyirik ki, в лес. С друзьями мы отправились куда? В лес. Ona görə də burada уже C вариантыdır. Дальше, в 14. В каком предложении есть слово, отвечающее на вопрос где? Harda. Где deyiriksə, biz deyirik ki, в лесу. Где? В лесу. Охотники нашли маленького зайчонка. Burada уже C варианты. Дальше. И последний вопрос. Axırıncı sualımızdır bizim. Gəlin baxaq ona da. Так. 15'te. Укажите соответствие. Как sualı verilir və как sualı verilirsə biz bilirik ki, bu necə, nə cür deyə sualdır. Düzdürmü? Və tərzi hərəkət zərfidir. Gəlin baxaq hansıdır. Как? Медленно, быстро, горячо. İkinci, почему? Nə səbəbdən? Niyə? Səbəbi zərfidir. Deməli, biz də deyirik ki, специально, назло, умышленно. Deməli, onda 1C, 2B. Дальше. 3'te. Зачем deyiriksə, nə məqsədlə? Yəni, məqsəd zərfidir. Зачем? Və biz deyirik ki, по неволе, сгоряча,
со слепу. Deməli 3, onda 3D olacaq. 3. Yoxsa? Так. Düz mü yazdım? Почему? Yok. Uşaqlar, так. Неправильно сейчас. Так, сейчас. Düz yazmadım uşaqlar. Как deyiriksə, так, у нас. Как мы говорим. Necə, nə cür, düzdürmü? Tərzi hərəkət zərfi deyirik və biz deməli медленно, быстро, горячо deyirik. 1C. Так, bir yazım ki, çünki. Sonra почему? Nə səbəbdən, niyə? Səbəb zərfidir. Düzdürmü? Deməli biz deyə bilərik. Почему поневоле сгоряча со слепу? Так, 2D. Sonra 3'te zачем? Nə məqsədlə? Yəni məqsəd zərfidir də. Nə məqsədlə deyə. Deyirik ki, zачем? Специально, назло, умышленно. Onda biz 3'te B və 4'te сколько? Miqdar zərfidir. Nə qədər, neçə dəfə, nə dərəcədə deyiriksə, мы говорим как? Сколько? Мало, много, чуть-чуть deyə. 4A. 1C, 2D, 3B, 4A. Belə uşaqlar, sağ olun. Görüşərik.